Dekabrın 19-da paytaxtın Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun Tolerantlığın ünvanı Azərbaycan layihəsi çərçivəsində yenidən qurulan Cümə məscid istifadəyə verilib. Prezident İlham Əliyev və xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Heydər Əliyev Fondunun Tolerantlığın ünvanı Azərbaycan layihəsi çərçivəsində əsaslı surətdə yenidən qurulan Cümə məscidi də xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, tikintisinə 1896-cı ildə başlanan məscidin inşası 1900-cü ildə yarımçıq qalır. 1918-ci ildə yenidən tikinti işlərinə başlanılsa da, Azərbaycanda Sovet hakimiyyətinin qurulması bu dini ocağın da tarixində dərin iz buraxır. Sovet dönəmində məsciddən ambar və dükan kimi istifadə olunur. 2007-ci ildə Buzovna sakinlərinin Cümə məscidində tikinti işlərinin başa çatdırılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciəti tez bir zamanda öz həllini tapdı. Həmin ilin fevralında başlayan yenidən qurma işləri artıq başa çatıb. Və dekabrın 19-da Cümə məscidi Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verildi. Dövlət başçısı və xanımı məscidin əvvəlki və müasir görüntülərini əks etdirən fotolara baxdılar. Bildirildi ki, sahəsi 500 kvadrat metr olan məsciddən başqa burada köməkçi və inzibati binalar, kişilər və qadınlar üçün dəstəməzxanalar, digər otaqlar tikilib. Məscid bütövlükdə sal daşlardan inşa olunub, fasad ərəb əlifbası ilə yazılan daş kitabələrlə üzlənib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Cümə məscidinin daxilində yaradılan şəraitlə də tanış oldular. Qeyd edildi ki, tikinti işləri zamanı qadınların və kişilərin ayrı-ayrılıqda ibadət etməsi üçün imkanlar yaradılıb. Məscidin birinci mərtəbəsində kişilər, ikinci mərtəbədə isə qadınlar ibadət edəcək. Eyni vaxtda burada 500 nəfər namaz qıla biləcək. Ümumiyyətlə isə bu Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi ilk belə layihə deyil. Fondun Prezident İlham Əliyev Cümə məscidində yaradılan şəraitdən razı qaldığını bildirdi. Son zamanlar təmir olunan bütün məscidlər gözəl, təmiz, səliqəli, gözəl memarlıq üsulunda. O da bildirildi ki, xalqımızın ümummilli lideri Heydər Əliyev 1994-cü ildə Buzovna qəsəbəsindəki Əli-Ayağı ziyarətgahında olarkən Cümə məscidi ilə maraqlanmış, burada tikinti və yenidən qurma işlərinin aparılması ilə bağlı göstərişlərini vermişdi. Bu məscidin qapılarını yenidən dindarların üzünə açması isə Ulu Öndərin verdiyi sözə Heydər Əliyev Fondunun töhfəsidir. Bugün biz çox sevinirik ki, onun o niyyəti, o sözü məhz elə Heydər Əliyev Fondunun təşəbbüsü ilə, onun Mehriban xanımın rəhbərliyi ilə, sizin ağsaqqallığınızla, böyüklüyünüzlə həyata keçib. Ona görə bu Quran-ı Şərifi, Quran-ı Kərimi sizə hədiyyə edirik. İcazə verəsiniz, bu ikinci bir Quran-ı Kərimdir. Mehriban xanımın Allah canını sağ olsun. 3 ildir burada təmir edildi bu məsciddə. Bu günlər həqiqətən bu Məhərrəm ayıdır. İmam Hüseyn Əleyhisselamın şəhadət ayıdır. Belə bir gündə bizim üçün çox sevinirik. O şəhidlərin də, Kərbəla şəhidlərinin də. Biz Allahdan arzu edirik ki, Qarabağımız hazır olsun, Şuşa məscidində sizinlə görüş bir yerdə olayım və bu kitabdan, bu Quran-ı Şərifdən Əliyev Fonduna sizə çox sağ olun. Prezident İlham Əliyev məscidlə tanışdıqdan sonra bura toplaşan dindarlar və qəsəbə sakinlərinin bir qrupu ilə görüşdü. Salamlayıram. Sağ olun. Və məscidin əsaslı təmirdən sonra fəaliyyətin başlanması münasibəti ilə sizi təbrik edirəm. Çox böyük hadisədir, gözəl hadisədir. Mən çox şadam ki, Heydər Əliyev Fondunun təşəbbüsü artıq reallaşır. Bir neçə il bundan əvvəl Buzovna sakinləri Heydər Əliyev Fonduna müraciət etmişlər ki, qədim məscid bərpa olunsun, amma əslində yenidən tikilsin, çünki məscid kimi tikinti nəzərdə tutulmuş, bina kimi heç vaxt fəaliyyət göstərməmişdir. Belə yarı dağılmış vəziyyətdəydir. Və Heydər Əliyev Fondu həmişə olduğu kimi sakinlərin bütün müraciətlərinə müsbət baxmaqla qısa müddət ərzində gözəl əsəri yaratsın. Gözəl. Onu da demək istəyirəm ki, bu Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən birinci belə layihə deyil. Bundan əvvəl Bina qəsəbəsində qədim məscid tamamilə yenidən quruldu. Pir Əsərin ziyarətgahı yenidən quruldu. Bugün Buzovna qəsəbəsində gözəl məscidin açılışında biz bərabər iştirak edirik. Bu gözəl xeyirxah işlərdir və
bir növ onu göstərir ki, bütün sahələrdə Azərbaycanın həm dövləti, həm ictimai təşkilatlar öz iradəsini ortaya qoymaqla böyük nailiyyətlərə nail olurlar. Azərbaycanda gedən quruculuq, abadlıq işləri bütün ölkəmizdə geniş vüsət alır. Və bununla bərabər milli mənəvi dəyərlərimizin qorunması, tarixi abidələrin qorunması, dini abidələrin qorunması, bərpası bizim üçün əsas məsələdir. Və son illər ərzində Bakının və Azərbaycanın müxtəlif yerlərində bizim tarixi dini abidələrimiz bərpa olundu, yenidən quruldu və ən möhtəşəm vəziyyətə gətirildi. Təzəpir məscidi, Bibi Heybət məscidi, Əjdərbəy məscidində indi təmir işləri gedir, sürətlənməlidir. Digər bölgələrdə, şəhər və rayonlarımızda bu işlər gedir. Və mən çox şadam ki, bütün ictimaiyyət də bunu alqışlayır, fəal iştirak edir. İndi əgər buzovna sakinlərinin müraciəti olmasaydı, yəqin ki, bu iş elə qalacaqdır. Siz müraciət elədiniz və düzgün ünvana müraciət elədiniz və bu işdə görüldü. Və həm kəndə yaraşıq verir, eyni zamanda bizim bacı qardaşlarımız üçün də ibadət yeridir. Və möhtəşəm, gözəl, həm xarici görkəmi, həm daxili vəziyyəti ən yüksək səviyyədədir. Gözəl hadisə münasibəti ilə bir daha sizi təbrik edirəm. Sizə can sağlığı. Yüreğimizden ne acılarımız var. İlahiden kısmetimiz olsun. Can sağ ol. Hem bize böyle kalın. Biz de bu zona cemaatinin adından, xalqımızın adından bu 100 il içində tarixdə 3 dəfə cəhd oldu, bura təmir olsun, alınmayıb. Bu sizin köməyinizlə, rəhbərliyinizlə bu təmir olunması bizim üçün bayramdır və xalqın adından hamımıza təşəkkür edirəm. Çox sağ olun. Mən bir şey də demək istəyirəm ki, mən həmişə fəxr edirəm ki, yəni bizim qadınlarımız, yəni Mehriban xanım kimi qadınlarımız həmişə çox olaydı ki, bu cür gözəlliklər yaranaydı. Çox sağ olun. Sonda xatirə şəkli çəkdirildi. Çox sağ olun. Ulu öndər Heydər Əliyev hər zaman mənəvi dəyərlərimizin böyük hamisi olub. İndi onun adını daşıyan Heydər Əliyev Fondu xalqımızın milli mənəvi, dini dəyərlərinin qorunmasında yaxından iştirak edir. Fondun paytaxtda və regionlarda müqəddəs yerlərin, pir və ziyarətgahların, ibadətgahların abadlaşdırılmasına verdiyi dəyərli töhfələr xalqımız tərəfindən rəğbətlə qarşılanır. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevin Nəcib missiyası yüksək qiymətləndirilir.